Bir ayda rus dili öğrenirik. Bugün artık 14. günümüzdür ve rəqəmləri öğrenirik. Bugün en yukarı rəqəmlərə qədər saymağı öğreneceğiz. Belə başlayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Burada ona kadar saymağı görürük. Bunları öğrenebildiksə geri kalan olduqca asan gələcək. 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Buraya kadar geldik 20'ye kadar. 20'den sonrasında rəqəmlərin üzerine sadece digərlərini əlavə edirik. Mesela 20, 20, 21 demək istəsək 21, 23 demək istəsək 23 şekilde istifadə edirik. İndi onluq sayıları da öyrənək. 30, 30, 33 desək 33, 40, 40, 44 demək istəsək 44, 50, 50. Mesela 55 demək istəsək 55, 55, 50 və 5 birlikdə qoyuruq. Problem həll olunur. 60, 60. Mesela 66 desək 66. 70 desək 70. Mesela 77 desək 77. 80 desək 80. 88 desək 88. 90 desək 90. 99 desək 99. 100, 100. İndi 100 də dəyişməli öyrənək. 111 deyək. 111. 100, 11, 11. Məsələn deyək ki 121. 121. Deyək məsələn. 122. 122. Eyni qaydada devam edirik. 133 deyək. 133 ya da 135. 135. Ne bileyim 139. 139. Bu formada istifadə edirik. Veyahut da 140, ne bileyim 7. 147. Bu qaydada əlavə edirik. Aşağı rəqəmləri bilirsə digərləri də o instruksiya ilə dəyişəcək. Veyahut da deyək məsələn 156. 156. 172. 172. 184. 184. 193. 193 formada istifadə edirik.